konuşma galiba. Sizi de kanınıza benim. Babamı öldürmek istedim. Ne bak? Vallahi görürüm. Farsda seçilmiş kaç kadın şartları 5 bin dolarla alışlanmaya başladı. 2025-ci il iyulun 26-sı səhər saat 6 radələrində Daxili İşlər Nazirliyinin 102 mərkəzindən 31-ci polis şöbəsinə Bülbülə qəsəbəsində yerləşən İmamzadə məscidində ağır cinayət baş verməsi barədə məlumat daxil olub. Araşdırma zamanı məlum olub ki, gecə saat 3 radələrində ora gələn qəsəbə sakini Elvin Məmmədov 38 bıçaq zərbəsi ilə 1990-cı il təvəllüdlü Nadir Səfərovu qətlə yetirib. Polis əməkdaşları tərəfindən cinayəti törədən şəxs həmin gün saxlanılaraq istintaqa təhvil verilib. 26 iyul 2025-ci il tarixli baxış keçirilməsi protokolundan görünüb ki, hadisə Bülbülə qəsəbəsi Axundov küçəsi 14 ünvanında yerləşən İmamzadə məscidində baş verib. Otağa daxil olduqda döşəmədə 1990-cı il təvəllüdlü Nadir Səfərovun meyidi divarda, yataqdakı yorğanların, masanın, külqabının və stəkanların üzərində qan ləkələri aşkar edilib. Masada olan monitor naqillərdən ayrılıb. Damın üstündə bir ədəd bıçaq tapılıb. İyulun 26-sında saat 5 radələrində Suraxanı rayonu Bülbülə qəsəbəsi ərazisində 1990-cı il təvəllüdlü Nadir Səfərovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. İlkin araşdırmalarla 1996-cı il təvəllüdlü Elvin Məmmədovun bıçaqla xəsarətlər yetirərək Nadir Səfərovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Hadisə ilə bağlı sosial mediada yayılan xəbərlərdə mərhumun xeyriyyəçi olması, daima ehtiyacı olan insanlara yardım etməsi bildirilib. 31-ci şöbə əməkdaşları tərəfindən Bakı şəhər sakini 1996-cı il təvəllüdlü Elvin Məmmədov saxlanılıb. Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb. Məhkəmə tibbi ekspertizasının rəyinə görə Nadir Səfərovun ölümünə aldığı bıçaq yaraları ilə əlaqədar baş vermiş kəskin qan itirmə şoku səbəb olub. İstintaqla müəyyən edilib ki, Elvin Məmmədov qonşuluqda yaşayan Nadir Səfərovun Bülbülə qəsəbəsində sakinlərin arasında onun haqqında xoşagəlməz, nüfuzdan salan sözlər işlətməsini bilib. Küçədə rastlaşan zaman ona tərs-tərs baxıb. Elvin Məmmədov bir çox şəxsin ona qarşı soyuq davranışında Nadir Səfərovu günahkar hesab edərək onu öldürmək qərarına gəlib. İyulun 26-sında Nadir Səfərovun İmamzadə məscidində olmasını ehtimal edərək gecə saat 3 radələrində ora gedib. Məscidin heyətində olan mətbəx otağından məişət təyinatlı bıçağı götürüb belinə keçirib. İstirahət otağına daxil olaraq yatmış vəziyyətdə olan Nadir Səfərova yaxınlaşıb. Müqavimət göstərmə imkanı olmadığını dərk edərək bıçaqla onun sinəsinə, qarnına və digər nahiyələrinə 38 dəfə zərbə vurub. Monitordan ayırdığı yaddaş cihazını gölün kənarına atıb. Bu hərəkəti ilə Elvin Məmmədov zərər çəkmişi qəsdən öldürüb. İcraatında əslində aparılan 250-106-07 sayılı cinayət işi üzrə şübhəli şəxs qismində tutulmuş Məmmədov Elvin Elşadoğlu'nun şübhəli şəxs qismində dindirmə istintaq əməkdaşlığına həyata keçirilib. Hadisə necə baş verib, necə törətmisiniz, bu barədə ifadə verin, niyə törətmisiniz, hansı niyyətini törətmisiniz, nə deyə bilərsiniz bu barədə? Şəxsi problemimiz olduğuna görə münaqişə baş verir. Yəni, qeyrət məsələsi olduğuna görə, yəni şəxsən özümə xoş gəlməyən məsələlərə görə bu hadisəni törətmişəm. Siz bir-birinizə hardan tanıyırsınız, harada yaşayırsınız? Bülbülə qəsəbəsi. Həmin ölən şəxs, yəni Səfərov Nadir harada yaşayır? O da Bülbülə qəsəbəsi. Çoxdan tanıyırdınız bir-birinizi? Təxminən 17 yıl olan 17 ildən sonra. Əvvəllər aranızda hər hansı bir münaqişə, davada-dalaş, böyle bir şeylər olur? Bax belə, cüzü olanlar da olur, belə də olur, belə də olmur. Ciddi yəni bir probleminiz olur. Məsələnin hansı ki, gəlib bu səviyyət sada şəkildə olur. Dins qeyrət üstündə, yəni nə edir bu problemlər, hadisə çatdıran, bu hadisə pis fikirlər barədə fikirlər bildirildi. Sizin barənizdə? Bildirildi, pis fikirlər özü mənə burada. Özü mənə hardasa satırdı, hardasa başa düşürdüm. Ona görə soğuk-soğuk gəlmişim, yəni məsələn, sənin fikirlərin, teorilərin, sənin fikirlərin, hadisəni nə vaxt öyrətmiş, bu barədə məlumat verin.
hadisəni dünən sütun havasına yaxın vaxtlarda görmüşəm. Dünən, yəni hazırda 26 Dünən elə bu gün, bəli, bu gün sütun havasına yaxın vaxtlarda görmüşəm. Necə olub, hardan çıxmışsınız, hara getmişsiniz? Tək olmuşsunuz, yanınızda başqa bir şəxs olubmu? Tək olmuşam, bəli. Yanımda hər hansı bir şəxs olmuyor, yəni köməklə hər hansı bir şəxs olmuyor. Cinayəti özüm törətmişəm. Harada törətmişsiniz cinayəti? İmamzadədə. Bir dənə o sizə ardıcılıqla bizə məlumat verərdiniz, yəni nə vaxt getmişsiniz, necə getmişsiniz? Hansı formada törətmişsiniz, cinayətin aləti nə olub, hardan götürmüşsünüz? Getdiyim vaxt mənim içində silah olmuyor. Silahı mənə kulağına getirdim. Silah deyəndə nə nəzər etdiniz? Silah nə pisarı nəzərdir. Pisarı nəzərdir ki, pisarı olmuyor məndə. Getdiyim vaxtı söhbət eləmək nəzərindən getirmişəm. Məsələ o hətta satır ki, yəni özüm ehtiyacsın falan götürdüm. Özüm gəldim şəxsən görə söhbətəm, haqqımı söhbət elədim. Söhbət elədiyim zaman belə deyil, yəni fikirləri, baxışları mənə xoş gəlmədi. Necə oldu yəni, hansı əlinizdən yetirmişsiniz? Pisaq xəsarət edilmişsiniz ona? Bəli, Hansı əlinizdən yetirmişsiniz? sağ əlimdən. Neçə pisaq sərbəst yetirmişsiniz? Hansı vəziyyətdədir? Yatmış idi, ayaq üstədir? Yatmış olan vəziyyətdə olduğu halda mən onu üzmüşəm, əl-bəyaxa başlamışıq, əl-bəyaxa. Zərbəni mən indirmişəm. Bir neçə zərbə indirdikdən sonra, yəni ayrılandan sonra zərbə indirmişəm ona. Ayrılıb, mənimlə söhbət edib, sual vermişəm, cavab verib, sual verib belə. Bu fikirləri xoşuma gəlməyib, ona zərbə indirmişəm, yumruq zərbə indirmişəm. Bir neçə yumruq zərbəni indirəndən sonra, yəni vurduğum yumruq zərbəsində özünü itirib. Bir mən onu vurum, o da məni vura, ya ki, elə bir-birimizə. Yox, sadəcə olaraq yumruq elə tutdu ki onu, yəni o özünü itirdi. Bilmirəm istəyirəm, özünü zılovlaya bilmədim. Özünü zılovlaya elə özünü zılovlayırdım. Sadəcə olaraq qəzəbim çox güclüydü. Yəni mən özümü saxlaya bilməzdim. Amma bu özümü zılovlamağım demək deyil, yəni bu elə qəzəbimdir, mən elə belə istəyirdim. Çünki onun mənim cavabları, onun verdiyi suallar, onun mənim cavabları heç uyğun gəlmir. Amma ona ki, sən mənim haqqında filan şey demirsən, əhman şey demirsən, belə olsun, elə olsun, mənim bəzi xonlar. Mən əlbəttə bu özünü götürəm, amma da şiddətli qəzəbləndim, həmən onu saxdığım kimi zərbələr, bütün zərbələrdən ona yana indirmişəm. Onlar hamısı, sonra bir-birimizə girmişdik. Neçə pisaq zərbəsi indirmişsiniz? Pisaq zərbələri tam dəqiq deyə bilmərəm, təxmini olaraq. Ədərin hansı nahiyələrdə? Təxmini o yazılıb demək olduqdan sonra yəqin ki, onlar özləri bu barədə məlumat verirlər, tam dəqiq bilmirlər. Dəqiq bilmirlər. Pisaq zərbələri yetirməkdə məqsədiniz nədir? Öldürmək istəyirdiniz onu? Hazırda belə deyə bilərəm ki, yəni ağır kəlləbəyin travması olduğuna görə məndə, mən onu hesablaya bilmərəm, nə bildiyin ədəsi. Yəni vətən müharibəsində iştirak eləmişsiniz. Hadisəni törədəndən sonra neynədiniz? Sonra hara çıxdınız? Necə oldu? Cinayətin aləti neynədiniz? Bu barədə nə deyə bilərsiniz? Çıxandan sonra burada kameralar var. Kameraların belə deyil. Kamera cihazı var idi. Prosesora dəymədim. Yəni onun belə deyil. Bütün monitorinq verdiyi götürdüm. Bir də muşqasını götürdüm. Yəni onu saxdım oradan ki, varlarda kəsilsin, amma özüm əvvəla baxdım ki, yəni orada kompüterlərin, yəni onun ümumiyyətlə kameraların sırrına tutulması barədə, biraz məşğul olduğum barədə gördüm, kodunu bilmirəm. Kodunu bilməm, təbii belə elədim ki, bundakı bloku çıxsın, ona belə yaxdaş olmasın, ona götürəcək, yəni bu məsələni. Götürdüm. Gəldiyiniz yerdə, məsələ gəldiyiniz yerdən çıxdınız, yoxsa digər qapıdan? Digər qapıdan çıxdım, gəldiyim yerdən çıxdım. Çıxanda nə elədiniz? Bu saat nə eləmişsiniz? Sarı atmışam dama. Sonra hara getdiniz? Onun tərəfdən çıxanda sarı atmışam dama. Qalan məsələləri də baxmışam şöyle. Hara atmışsınız? Nəyə atmışsınız görə? Video monitora, video atmışam, monitora video atmışam, yaşamışam atmışam. Bizə göstərə bilərsiniz hara atmışsınız o kamera blokuna? Yəni olaraq dedilsə, həmin olaraq göstərin. Siz hardan gəlirsiniz orada? Sağdakı zırhdan gəlmişəm, yolda sağa dönüb bütün buraya gəlmişəm. Bu tərəfə gəldikdən sonra əlimdəki belə deyil. Əlimdəki
çıxarıb qalanı hansı ki o kameranın kartası. 60 olub birinci kolu yandı. Birinci kolu yandı. Bizə göstərə bilərsiniz, araqmısınız? Buyur, öndə gedin göstərin. Bunu atmıyor. Uçta da ki Japon istiqamətləri atılıb. Çünki hava qaranlıq olduğundan, yəni çip sağ olub, amma hava tam açılmadığından hal-hazırda yeri müəyyən. Bu kamera bloku da kullanılır bura. Bəli, bəli. Bakı şəhəri Suraxanı rayonu Bülbülə qəsəbəsi Babək küçəsi evdə şümanda yaşamısınız. Elədir? Sizlə. Məqsəd neçə? Aygıdır. Məhkəmə istihari başlanmasına etirazın yoxdur. Məhkəmə yerinə müşavirət qərar alır. Məhkəmə istihari başlansın və ittiham haqqının nəticə hissəsi elan olmasının söz dövlət qanunundasın. Buyurun. Sonucun aldığı xəsarətdən ağrı və istirab çəkməklə öldürülməməsinə dair yalvarışlarına məhəl qoymadan Nadir Səfərovu qəsdən öldürməyə yönəlmiş öz cinayətkar niyyətini başa çatdırmaqda istiharlıq nümayiş etdirməklə müstəsna dərəcədə qəddarlıq və rəhimsizlik göstərərək sonuncuya ümumilikdə 38 ədəd bıçaq zərbəsi vuraraq qəsdən həyatdan məhrum etmişdir. Törədilmiş əməldə özünü tamamı təqsirli bilirsən, qismənmi təqsirli bilirsən, yoxsa ümumiyyətcə bilmirsən? Mən özüm, yəni necə? Yox. Təqsirdə bilmirəm, nəyə görə? Yox, tələsmə, danışarsan elə. Bu suala cavab ver sonra. Özünü təqsirli bilmirsən. Aydın. Nəyə görə? Çünki Tələsmə. Mən sənə söz verdə danışarsın. Hazırki maddələrə əsasən 14 ildən 20 ilədək müddət azaddan məhrum etmə və ömürlük azaddan məhrum etmə cəzası nəzərdə tutulur. Aydındır, bu maddənin dispensiyasında göstərilən cəzanın növləri. Bunlar sizə izah edər. mən bu orada, yəni olsa da Tələsmə danışarsın. Səbirli ol. Məhkəmə iclasında Elvin Məmmədov bildirib ki, hadisə günü halı pisləşdiyindən evdə otura bilməyib, parkda gəzmək üçün çölə çıxıb, hərbi xidmətdən sonra tez-tez halı dəyişib, arada özü-özünə əsəbləşib, sonra məscidə gedib, Nadir Səfərovu yuxudan oyadıb, ona qarşı həqiqətən də təhqir edici ifadələr işlətdiyini soruşduqda, Nadir sualından kinayəli şəkildə gülüb, buna görə onun üzünə yumruqla zərbələr vurub, əlbəyaxa olublar, üzərindəki bıçaqla ona zərbələr vuraraq oranı tərk edib. Nadir Səfərov və qeyriləri onunla düşmənçilik edib. Bir müddət əvvəl təxminən 10 nəfər tərəfindən döyülüb. Münaqişə zamanı şəxsiyyətini alçaltmaq istəyiblər. Yalnız özünüzü təqsirli bilmirsiniz, səhərdən söz demək istəyirsiniz. İndi məhkəmə sizə ifadə vermək üçün şərait verir. İfadə vermək istəyirsiniz? Yox, elə sən hadisə barədə bizə danış, biz qulaq asacağız. Buyur. Mən yəni oradakı məsələn, ittihamlar var, deyirlər ki, içi yazılar məsələn, o içi olmayıb, mən yoxlanışında olmuşam. Yox, sən gəl başdan danış, necə olub hadisə, sonra o içki məsələsini sonda bilir. Mən zaten ümumiyyətlə içkilsən deyiləm. İçkilsən deyil. Deyiləm, orada. Qaldı ki, onun orada deyir o, nə bilim, dava eləməmişəm ona, yatan yerdə vurmuşam, eləmişəm. Mən bədəm bir izah var idi, onu vurdum, mühafizə olanlar özləri görmüşdülər. Mən əlbəyaxa eləmişəm onu, əlbəyaxa. Orada görmüş ki, bu tərəfdə, o tərəfdə, onu yatan yerdə vurmamışam orada. Bu tərəfdə də qan var, o tərəfdə də qan var, ortada da. Yəni ki, əlbəyaxamız var da bizim. Onu əlbəyaxa eləmişəm. Mən gəlmişəm ora, özümdə olmamışam. Bu, mən haradan ki gəlmişəm, yuxarıdakı Yezə parkda. Parkda mənə kameradan baxanda, baxsaz elə görərsiniz, mənim orada başım gelmişdi ki, mən daşla, divarla, ağaclarla bağlı edirdim. Bu olur da, necə olur, mən döyüşdən gələndə başımdan vurmuşdular mənə. Həm apır, həm son döyüş olmuşam. Başımdan vurmuşlar mənə, ağır yaralıydı, yəni başımdan ağır yaralıydı. Bunu hamı bilir. Mən evdə bir deri televizora baxa bilmirdim. Yəni, et adizə, yəni onda dava edim, neyəsə baxa bilmirdim. Deyirdim, oturdum İmamzalıda deyirdim, İmamzalıda. Bunun da orada mənə davası düşdü. Benim 7 nəfər bir gəldilər üstümə, 15 nəfər bir gəldilər, ora. Bunun davası oldu ki, yəni belə bir sınırsın, üzümə qarşı, hər cümlə qarşı baxırdı, olmasın, qeyrət olmasın, namus olmasın sözümü deyib, başı partladıcıyım, başa şükürüm. Sən? Mənim, hə. Özdə ki, biri var, bir nəfər olmayıb da, başa şükürüm. Gəlir məsələn, o qapını kim açıb qoyub, bir yumruq mənə, başa şükürüm. Baxışlar məsələn, söhbətsiz, asız yumruq. Bildiyiniz, mən buna dava elədim, o mənə yumruq vurdu, mən buna tətik vurdum. Sağ keçdi boğazımın qabağından, buradan keçdi sağ. Sonra özü başa saldı onu, gəldi, üzr istədi mənim, bu günah məndir, mən də bağışladım onu, bildirir kimdən aldım.
təklif olur. Bu rəhmətli. Hə, bu. Mən üçün rəhmətli olur, çünki o özü mən belə bir şey salıb ki, belə şey, o hadisə baş verir. Yəni bunu mən üçün həqiqətən, yəni o mən üçün rəhmətli olur. Çünki elə bir şeydir ki, belə deyir də, buna sən demirsən, qeyrət olmasın, namus olmasın, biz özümüz olmasın, hə? Necə? Qeyrət olmasın, namus olmasın, biz özümüz olmasın. Məsciddə olub da bu. Hə, məscid yox, o manzarada başqa yerdir, girib salam versən, qəbir var orada, müqəddəs məzarda salam, bu tərəfdə otaq var, orada girişir. Gəldim, dedim, ona qalx ayağa, gördüm, sifəti belə şey olur, o belə gülməyə fason belə başa düşməmək istəyirəm. Bir mən bunu vurdum mu, tam o sifəti zat tapdırdım. Bir sağ, sol, soldu, parça elədim. Bir başım getdi. Çıxardı, bıçaq vurmuşam. Elə bildim 10 lira vurmuşam, soruşlar mənə, bildim 10 lira vuram da yəni. Belə olsun istəyirəm. Gəlin görüm ki, nə eləməm. Mən məsələn, üstümə düşəndə, mən kartım, bir şey ala, mən nə eləmişəm? Mən bəlkə bilməm, kətdə kimisə ailəsə saçmışam. Və kimisə sürprizdən atmışam. Mən döyüşlərdə olmuşam. Bəlkə 10 nəfər, bir nəfəri sən hava qoyar. Gəlib kimisə ailəsə saçmışam, məsələn, bir nəfər var, tutaq şey. Mən 4 ay özümə qələm bilməmişim. Yəni, neçə dəfədə mən özümü öldürmə şey oldu. Yəni, ki, həqiqətən, bu daha özümə qəsd edir, yəni, beləsinlər. Başqa kim var idi orada? Başqa kimsə olmayıb. Yəni, kimsə... 200 idi. Hə, 200 idi. Çünki bizsiniz də, yəni ki, bizsiniz də mən belə deyək də, bir adam da olsa orada, olmasa orada, deyər ki, tutaq ki, sən o turizm açın, turizmsən, bilmirsən, hə? Orada adam da olmuyor, Bir şahidlər də olmasa, var da izlər var. Məsələn, proseldə ləkə var, öyle var. Əlbəxə eləmişik də, bildirməmişəm. Yəni, sırf onun yerini sizə vurmamışam, olmuyor belə şey. Əlbəxə eləmişik, bədəndə izlər var. Böyük var idi, var bədəndə, onun dağı eləsin, bunu görürlər. Mən onunla sırf yatqan yerdə gəlməm, elə yox, elə olmuyor. Mən üzböld dağı eləmişəm onunla, çünki belə çıxmasın. Mənim ki, axır şeyim oldu ki, mən çox dedim, mənim başım yuxarı olmuş ki, mesela mən gəldim ki, məsələn, ağlan gəlməsə oraya girməzlər ki, orada bunlar talpadılar, mən yeni girim onlara arasında, çünki böyle başımda alır dağılır. Bıçaq üstündə idi, gedim? Bıçaq yox, getdim oradan götürdüm. Dəri olmuşdu da, başımda dağılmışdı. Niyə döymüşdü? Mən də bunlara deyəməm ki, nə söhbətin üstünə gəlmiş sözə mənim üstünə, bildin nə demişsən? Söhbət elə başa salıram bunları, çıxıb gedirik, məsələn. Biri gəl şeydir qıraqdan ki, sənin sözü video yoxdur, amma kimsə ona başa düşürməsə ki, silə sındırsınlar, bildirməmişsin, hə, sındırsınlar. Mən də belə çıxmasın, neyləmişəm, Allah, bəlkə belə çıxmasın, sən ailəvi hörməsi eləmişəm, İraqlı mən eləmişəm, bəlkə mənim sözümə bil olmasın. Kimsəsə mən elə bir şey görülür, hələ bir tərəfə marifət edib, bunlar mənə vuranaysa, olmasın, görürəm mənə şey edirlər, bildirmədim. Ölən də o neçə nəfərin içindədir. O həmən davada orada deyildi. Amma şey deyildi, nədir olmadı? Bu əvvəldən ki, olmuyor, əvvəldən. Əvvəldən bununla mənim davamız, yəni bu səbəb oldu da, bildirəm. Yəni orada sən girsən, başqa adam da olsaydı, ona vuracaqdı? Hə, necə başqa adam? Sırf bu şey. Yəni bu hadisələrlə bağlı kim olsaydı vuracaqdı? Hə, çünki başım şey yox, amma mən bununla dava eləmişdim. Çünki Hə, onunla dava eləmişdim. Çünki biz yəni, çünki bu mənə başa düşürəm. Yəni olmasın ki, başım partladığını başa düşürəm. Amma bəzi şeylər girmirəm. Başım partladım, elə bildirmədim, beləsin. Özü xainliklə, yəni ki, xainliklə əzaba bildirmədim. Bir var ki, belə şey, and olsa Allaha tecrüblər ki, şey edir. Belə çıxmasın bu cürlə. Özüm də biləm şey eləmişdim, özüm qartım olar deyəndə dayanma qaldım, amma nə eləmişəm? Aydın, sən eyni şey təşkillarlayırsan, hadisə zamanı deməli sən getmirsən içəri, orada uzanlıq yerdə olubdur, gözlədiyin kimi vurmursan, tələsmə. Ayıtmışsan, vurmursan, sonra aranızda dama dalaş düşür. Bəli, ayıtmışam, əl-bəyəxə eləmişəm yumruğuma, girmişim birimizə, ondan sonra çıxarmışam, özümdə olmamışam, vurmuşam. Hə, vurmuşsan, sənin fikrincə o bıçaqdır, sonradan öyrənmişsən ki, çox bıçaqdır. Düz başa düşdü. Bəli, bizim yaralar da vardı, şeylər də vardı. Kifayət. Siz Nadir Səfərovla əvvəllər dava dalaşınız olur. Bəli. Dava dalaşla bağlı, ya siz, ya Nadir, polis orqanlarına müraciət edib. Xeyr. Nadir yaşadığınız o qəsəbədə sizlə bağlı, sizin tanışlarınız arasında hər hansı bir rəy yaratmışdır sizlə bağlı, sizin şəxsiyyətinizlə bağlı? Bu vəziyyət zat şeyləridir də, bunda belə başa düşürlər. Bax, sizlə bağlı kimisə yanında? Öz işidir, mən onun işində, o kim olub, yəni, prosto ki, belə deyil də, yəni belə tutulmasın. Mən durum kiməsə, mən tutaq şeyi, hörmətli bir adamla tutaq şeyi, Allah, mən gəlib sizə işməli deyirəm ki, mənə hörmət edin. Nadir. Yəni, sizə eləməli deyirəm ki, hörmət eləməli deyirəm işdir, öyrət.
Eləməli deyirəm ki, məsələn, hər o Konkret sən də eləsən, hər o söhbəti gedir, məsələn, öz işi var. Bilin nəmişsin, ha? Sənə konkret sual verirəm. Nadir, yaşadığın Bülbülə qəsəbəsində sənin tanıdığın hər hansı bir şəxsin yanında sənlə bağlı hər hansı bir xoşa gəlməz ifadə, səni hörmətdən salın, şəxsiyyətin hörmətdən salın, ifadə işlədir yoxsa? Bəli. Kimin yanı işlədir? Mən o özümdən eşitmişəm. Yox, konkret olaraq sən göstər ki, bax Nadir, kənddə, Bülbülə qəsəbəsində sənlə bağlı 50 yanında hər hansı bir xoşa gəlməz ifadə işlədir ki, bu da sən mənfi təsir edir. Yəni, özü özlüyünə mən. Onda belə başa düşdüm ki, yaşadığınız qəsəbədə kimsə sənlə bağlı, yəni həqiqətən də Nadirin sənin şəxsiyyətini alçaldılacaq ifadə işlətməsi barədə sən hiçbir şey deyil. Yox, bu gəl, necə demək mən deyim ki, mən bunlardan şikayəti görürüm. Yəni, nədir şikayəti? Mən görürəm, bunlar elə eləyib, gətir belə. Mən bu durub boş-boşuna, belə bir çıxmasın, necə belə eləmişəm. Onlar bu gətirib o həqiqətdə çatdırırlar. Sənlə bağlı xoşa gəlməz ifadələr işlətməsi. Hətta sənə belə deyək, üz-üzə gələndə onu görə sənə tərs-tərs baxmasını, bu kimi baxmasını. Yox, mən tərs-tərs baxmaq var, bax eləməmişim. Yox, bunları bəhanə edərək, xuliqanlıq niyyəti ilə ona... Yox, mən nə xuliqanlıq edəcəm, ondan xuliqanlıq nəsə ummuram ondan, bir şey eləmirəm. Yazıb orada nə o görsə, onu yaxşılıq edir, o mənim bu vaxtda yaxşısız eləmir. Yəni, belə çıxmasın. Nadir səni hörmətdən sala biləcək, hansı hərəkət edeyim kənddə? Hörmətdən sala biləcək, belə çıxmasın. Mən acı danışıram, indi haradasa danışıram, bəzi şeylər var, danışmıram, deyirəm ki, şikayətçi. Danışdır, bugün sənə imkan yaradılır, bugün sən hakim olunursan, ona görə sən danışmalısın, deməlisən. Bəli. Pisağatın məsələsi bu boğazından deyil. Bunlar bir sənə qəddar şey oldu. Yəni, sırf deyim sənə ki, ay belə, deyim, ay belə şey, elə yox. Başa elə əzabla, başa başım eləməli, biləm, abizal olmaq, belə şeylər. Ondan əlavə də bu məsələn ki, mən böhtan atıram ki, böhtan ki, məsələn orada yazılır, məsələn, tutaq ki, içki. Mən içki içmirəm. Ondan əlavə böhtan atıb yazılmış orada, nə bilməm, sən o yatan yerə vurmursan, belə vurmursan. Mən, yox, mən məsələn döyüşü zat olmuşam, mən qeyrətli olmam, ömür boyu o yatan yerə dalırlar. Yəni, pis nədə, haradasa bəziləri deyir ki, söyürsən, nə biləm, vura bilərsən, neyim, sən kimsə nəsə deyəlməz var. Mən elə şey baxmıram. Mən, onunla davam var, qeyrətin üstündə, tutaq ki, hə, məsələn, başımda neylə istəyir, ya elləri neylə qıldı, nə demək istəyirəm. Mən bununla döyüşmək istəyirəm, mən ölərəm də bununla döyüşərəm, bildin nə demək istəyirəm. Mən bunu yatan yerdə vurum, yox, qaldırmışam, söhbət eləmişəm, büyük söhbət eləmişəm. Ondan sonra dava eləmişəm. Nadir fiziki baxımdan necə idi, yəni fiziki bədən quruluşu, səndən canlı. Şeydə olmamışam da, gedim ona dava edim, yox, mən orada olanda. Niyə məhz gecəni seçmişsiniz də, gecə saat? Gecəni mən seçməmişəm, mən vəziyyətimə görə baxdım, pat-patlı oturdum, özüm evdə oturan müddəyim, başım gün üstüva gəldim mənə. Məhkəmə iclasında iştirak etməyən zərərçəkmiş şəxsin hüquqi varisi Elnur Səfərovun ifadəsi elan olunub. Yazılanlara əsasən qardaşı Nadir Səfərovla və dostları ilə birlikdə Daim İmamzadə məscidində namaz qılıblar. Elvin Məmmədov onlardan biraz aralıda anası və 2 qardaşı ilə birlikdə yaşayıb. İyulun 26-sı səhər saat 6 radələrində Həsən adlı tanışı evin pəncərəsini döyüb onu yuxudan oyadıb. Qışqıraraq Nadirin məsciddə naməlum şəxs tərəfindən vurulduğunu deyib. Ora gedərkən təcili tibbi yardıma zəng edib məlumat verib. Qardaşını istirahət otağında yerdə arxası üstə uzanmış vəziyyətdə görüb. Halı pisləşdiyi üçün çölə çıxıb. Xəbəri eşidən qəsəbə cəmaatı məscidə toplaşıb. İstintaq zamanı şahid qismində dindirilmiş Cəmilə Məmmədovanın ifadəsinə əsasən oğlu Elvin 2015-2016-cı illərdə həqiqi hərbi xidmətdə olarkən aprel döyüşlərində, 2020-ci ildə isə Vətən müharibəsində iştirak edib. Travma alaraq səhhətində psixi pozuntular yaranıb. İyulun 26-sında səhər polis əməkdaşları evlərinə gələrək Elvini axtardıqlarını, onun Nadir Səfərovu bıçaqlayıb öldürdüyünü bildiriblər. Siz orada sağda işləyirsiniz. Sağda işləyirsiniz. Həmin o hadisə baş verir. Nə işləyirsiniz? Mütəvəlli. Sizə zəng şübhə, siz getdiniz, nəyə gördünüz? Gördüm ki, məsələ baş verir. Polislər onları çıxartıb oldular, prokuror oldular. O şəxsin bıçaq götürdüyü yer, siz daha yaxşı bilərsiniz. Vurulur. O yer necədir? Həmişə açıq olur, yoxsa bağlı olmaq vaxtı olur, və yaxud daim açıq olur. Bəzən açıq olur, bəzən bağlı olur. Ora mətbəxdir? Bəli. Həmin vaxt ora açıq idi, yoxsa bağlı idi qapısı?
Mən bilmirəm, razı olsun, yoxsa bağlı. O bıçaq bir müddət əvvəl deyirsiniz ki, oradan Yəni, götürülmüş. istintaq vaxtı o bıçağın şəklini mənə göstərdilər. Bəli. Ondan sonra da bir dənə də ölçü bıçağı, neçə dənə bıçaq. Bəli. Yəni, o bıçağı sonra müstəntiq ilə söhbət edəndə, mən ona dedim ki, bəs mən araşdırdım. Üzünüzü mənə çevir, mənə danış. Sualı o verdim. O məsələ mənə danış. Buyurun, buyurun. Yəni ki, o bir müddət qabaq o bıçaq orada yox idi. Yəni, o bıçaq həmin gün orada götürün. Onunla məsələ bir sözün varsa, onu sonuna sonra yapın. Mən bu məhkəmədə sən hamıya hörmətlə yanaşmasın. Biz də sənə hörmətlə mən yanaşırıq. Aydındır. Aydındır. Sual olan var mı? Bir dənə sual da. Buyur. Şəxs indi özünü bildirir ki, mənim belə hörmətim var idi, Nadir. Kimin? Sual diqqət edin. Nadirlə mübahisə buna görə ki, mən hörmətliyi götürürəm. Şəxsin ümumiyyətlə həmin kəndə hörməti var, yoxsa hörmətsiz bir adam ki? O elə nadir hörmət deyilib də. Yox, qısa cavab ver. Kim hörmət? Nadirə görə salam verilib də ona. O Aydın, gözünü izah elədi də, indi nadirə görə salam. Aydın, kifayət. Təşəkkür edəcəyik. Şöyle bir. Qəhvə balası. Amovu sən qəhvə. Şey sən balası. Var yox. Sən qəhvən olsun. Sən qəhvə gəldin. Dala ömür boyu formu səsini kəsər. Səsini şərəfsiz. Bu işlə aranızda bir sıkıntınız varsa, onu burada elə bilməzsiniz. Yaşınız, başınız var, hörmətsizliyi eləyirsə, özünüzə eləyirsə hörmətsizliyi. Burada hamı söyüşdə söyləyilir. Cavab da verə bilir hamıya. Girirsin burada söyüşlə ağzınızda, siz qadın var burada. Qeyrətlə, namusla qarşısında burada kız uşağı atıb ağzınızda gələ danışırsınız. O başa düşmür, başa düşmür. Və sizə nə olub da? Yaxşı başa düşür, hər şey yaxşı. Sən başa düşürsən, qız burada içində Hər şey söyüşdə. yaxşı başa düşür, özünü şişkiyə qoyur. İstintaq dövründə ifadə verirsən, təsdiq edirsən. Sən də hadisəni soracaqsan. Bundan sonra hər hansı bir hadisənin şahidi olmuşsan. Sən orada işləyirsən, yoxsa sən də o hadisənin zamanı gəlirsən, orada rəhmətli yoxdur. Sən də gəldin ki, hadisə baş verir. Bundan sonra şəxsin polisə gedərkən hər hansı bir yenidən söhbət edilmir. Belə imamlarca şahid olmaq. Sadəcə sual olan var mı? Hadisə necə baş verir, nə tərəf olub? Hadisədən sonra qardaşın sənə zəng vurdu ki, mən belə bir hadisə tərəf. Mən zəkər ki, cinayət olub, mən salon bir şey edirəm. Onda qardaşını tutmuşlar? Yox, polis gəldi, güneşləyəm. Polis axtarardı qardaşı? Axtardı, yox, polis gəldində güneşləyəm, mənə aparlatdı bölgə. Onda elə qardaşın yox idi? Qardaşım şeydə, səndən güdürlüyə, yəni yolda polislər. Mən sənə hadisədən məlumatın olmuyor. Xeyr. Məhkəmə psixoloji ekspertizasının rəyinə görə Elvin Məmmədov travma mənşəli üzvü şəxsiyyət pozuntusundan əziyyət çəksə də, hərəkətlərinin faktiki xarakterini dərk edib, törətdiyi cinayət əməlinə münasibətdə anlaqlı hesab olunub, zərurət yarandığı təqdirdə həkim psixiatra müraciət etməsi tövsiyə edilib. Sonuncu məhkəmə iclasında prokuror təqsirləndirilən şəxsə 18 il 6 ay cəza verilməsini istəyib. Məhkəmə hesab edib ki, Elvin Məmmədovun əməli istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 120.2.2-ci xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə, 120.2.4-cü xüsusi amansızlıqla qəsdən adam öldürmə və 120.2.9-cu köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə maddələri ilə düzgün tövsif olunub. Ona həmin maddələrin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. 2026-cı il martın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkmə ilə Elvin Məmmədov 17 il müddətinə azadlıqdan məhrum olunub.